Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, bu günləri sizlər üçün lokum kimi ağızda əriyən, çox ləzzətli, dadlı və evdə olan ərzaqlarla hazırlanan yay piroqu hazırlayıram. Piroqumuz umaclı şaftalı piroqudur. Əgər sizlər üçün də maraqlıdırsa, videomuzu sona dək izləyin və keçək piroqumuzun hazırlanmasına. Yuduğum şaftallardan 8-9 ədəd şaftalını dənəsindən ayırıb bu formada doğrayıb bir kənara qoyuram. Əvvəlcə piroqumuzun umacını hazırlayıram. 3 yemək qaşığı un, 3 yemək qaşığı şəkər tozu və 50-60 qram kərə yağı. Bunları yaxşı qarışdırıb umac formasına salıram. Əgər kanalımıza hələ də abunə deyilsinizsə, kanalımıza abunə olun və zəng işarəsini aktiv edin ki, hər dəfə yeni videolarımızdan anında xəbərdar olasınız. 4 ədəd ağlı sarılı yumurta götürürük və bir stəkandan bir barmaq aşağı, yəni 150 qram şəkər tozu ilə yaxşı çalırıq. Bu qarışıma 100 ml qarğıdalı yağı və 150 ml süd, 1 çimdik duz və vanil qarışdırıram. Xəmir üçün 2 stəkan yarımdan 2 barmaq aşağı un getdi. Unu ələkdən keçirdirəm və qabartma tozunu da onunla birlikdə ələkdən keçirdim. Xəmiri yaxşı qarışdıracağım. Mənim belə qabım var. Dibini yağlayıram və xəmiri bura yerləşdirirəm. Üzərinə isə umacı sərpirəm. Şaftalı piroqumuzun ən vacib hissəsi burasıdır ki, yəni bu umacı biz həm altdan sərpirik, həm meyvələrin üstünə sərpəcəyik. Ona görə ki, meyvə öz şirəsini xəmirə buraxıb, xəmiri hinc eləməsin. Umac onun qarşısını alır. Və sobamızın orta gözünə yerləşdirib 200 dərəcədə 20-25 dəqiqə bişiririk. Çayımızı dəmləyib piroqumuzun bişməyini gözləyəcəyik. Artıq piroqumuz bişib, çox gözəl qabarıb. Yoxlayırıq bişib-bişməməyinə əmin olmaq üçün. Piroqumuz çox gözəl bişib. Siz də bu reseptlə hazırlayın və əminəm ki, çox bəyənəcəksiniz. Çox gözəl ətri də var. Meyvənin suyu qətiyyən xəmirə çıxmayıbdır. Əgər videomuzu bəyəndinizsə, bəyəndim düyməsinə basın və yaxınlarınızla paylaşın. Kanalımızda hansı yeməkləri, hansı reseptləri görmək istəyirsinizsə, bizə yazın, biz onları sizin üçün hazırlayaq. Göz haqqınızı halal edin. Salamat qalın. Növbəti videolarımızda görüşənədək Allaha əmanət olun.